Rusiya və ABŞ arasındakı diplomatik əlaqələr yenidən diqqət mərkəzindədir. ABŞ prezidenti Donald Trumpın xüsusi nümayəndəsi Steven Witkoff'u gətirən təyyarə Moskvanın Vnukovo 2 hava limanına eniş edib. Onun Rusiya prezidenti Vladimir Putinlə görüşü gözlənilir. Kremlin sözçüsü Dmitri Peskov Putin-Witkoff görüşünün Moskva vaxtı ilə təxminən saat 17-də başlayacağını açıqlayıb. Onun sözlərinə görə Vladimir Putin və Steve Witkoff Vaşinqtonla Kiyev arasında razılaşma ilə bağlı əldə edilən anlaşmaları müzakirə edəcəklər. Peskov görüşü Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində mühüm addım adlandırıb və Rusiyanın həmişə danışıqlara önəm verdiyini, lakin xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmalı olduğunu vurğulayıb. Bugün Kremldə Rusiya prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff'u qəbul edəcək. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün Moskva vaxtı ilə təxminən saat 17-də başlayacağını açıqlayıb. Peskov bildirib ki, Putin və Witkoff Vaşinqton və Kiyev arasında Trumpın planı ilə bağlı əldə edilən anlaşmaları müzakirə edəcəklər. O, Witkoff'la bərabər danışıqlarda Trumpın kürəkəni Jared Kushner'in iştirak edəcəyini də söyləyib. Kreml rəsmisi Putin-Witkoff arasında keçiriləcək görüşü Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində mühüm addım adlandırıb və Rusiyanın həmişə danışıqlara açıq olduğunu, lakin xüsusi hərbi əməliyyatın məqsədlərinə çatmalı olduğunu vurğulayıb. Peskov Trumpın planının Ukrayna münaqişəsinin həlli üzərində işləmək üçün yaxşı əsas olduğunu da söyləyib. Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev isə bugünü dünya üçün vacib adlandırıb. Onun sözlərinə görə prezident Trumpın Qəzza sülh müqaviləsini hazırlayan komandası Trumpın Ukraynadakı sülh gündəliyini irəli aparmaq üçün Moskvada səfərdədir.